Hər şeydən biraz danışacağıq. Hazırsan? Uzun zamanda sözün açığı gəzməmişəm. Bir dənə fikir işlətmisən ki, dəfələrlə intihara cəhd eləmişəm. Bezdiyim bir zamanlarda olur. Özüm xoşbəxt olmadım, ayrıldım. İndi hansı anda, hansı zamanda bax, ata axtarırsan? Yaxşı zamanlarımda atam axtarıram. İstəyirəm o məni xoşbəxt görsün. Çox qınalıldım. Bütün trendlərdə birinci yerdədir istənilən mahnısı. Anava 270 minə ev, özvə isə 250 minə villa aldığım. Kimsə həyatında olan adam alıb. Özünüzə dəyər verin ki, ətrafdakılara da dəyərli olasınız. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Son zamanlar adı gündəmdən düşməyən şou proqramlar, toylar, konsertlər, başı bunlardan açılmayan sevilən müğənnimiz Nəfəs və həmkarım Həmzə. Elə hər şeydən biraz danışdılar. İzləyək. Hər vaxtınız xeyirli olsun dostlar. Bugündən etibarən Maqazin Plus'da hər şeydən biraz danışacağıq. Amma məşhurlarla bugünkü ilk qonağımız, məşhurumuz Nəfəsdir. Nəfəs, xoş gəlmisən. Xoş gördük. Hər şeydən biraz danışacağıq. Hazırsan? Hazıram. Ən çox da burada insanlar içində olmaqdan çox həyəcanlıyam. Gəzmirsən? Uzun zamanda sözün açığı gəzməmişəm, yox. Başlayaq. Gəzək. Müsahibələrin birində bir dənə fikir işlətmisən ki, dəfələrlə intihara cəhd eləmişəm. Əsasən bezdiyim bir zamanlarda olur. 15 yaşında evlənmisən, düzdürmü? Yaxşı, ayrıldın. O insan ayrılandan sonra sən məşhurlaşdın. Axtarırmı sən dəfələrlə? Barışmaq istəyib? Söhbət yoldaşın. atasından gedir. Özüm xoşbəxt olmadım, ayrıldım. Amma uşaqlarıma onu çox görmərəm. Uşaqlıqdan hər bir qızın gəlinciyi olub. Amma maraqlıdır, səndə olmayıb. Beynimdə o qalıb deyə gəlinciyim var evdə. Ağ gəlinliyi var belə qızımın Bu yaşında. bu yaşında. Onu alıb evimin bir köşəsinə qoymuşam. Hər dəfə, hər zaman ona baxanda artıq uşaqlığımı da xatırlayıram. İndi hansı anda, hansı zamanda bax, ata axtarırsan? Hal-hazırda yaxşı zamanlarımda atam axtarıram. Çünki istəyirəm o məni xoşbəxt görsün. Oxuduğum mahnılara görə bəzən qınanıldın. Yəni reallıqdır. Bəzən yox, çox qınalıldım, amma səndir. Amma bütün trendlərdə birinci yerdədir istənilən mahnısı. Bir ayda bir dənə mahnı çıxartsa, bütün yerlərdə o mahnının səsi gəlir. Çox şükür. Bu reallıqdırmı həqiqətən? Anava 270 minə ev, özvə isə 250 minə villa aldığın. Yox, onun birini eləmişəm. Mətbuatda yazırlar ki, ay nə bilim kimsə hədiyyə eləyib, kimsə həyatında olan adam alıb, deyil elə. Xeyr. Dostluqda çoxmu yanılırsan? Dostluqda ay, musiqi apardı məni. Nəyə dua düşdün? Musiqi apardı məni. Nə gözəl səslənir. La 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 la. Bəh 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 bəh. Nəyə dua düşdün? Sən yaman xatirələr apardı sən. Əslində həyat dolu musiqidir. Doğrudan da çox insana gözəl təsir eləyir. Məncə doğrudan getdi beynim. Qalsaq ağlayarsan. Gedək. Pünhanla nə baş verdi? Bərabər idiniz hər gün bir yerdə. Sosial şəbəkələrdə videolarınız var idi. Gəl birinci bu məsələdən başlayaq. Pünhan bəzən qəlb qırmağı çox gözəl bacarır. O da danışığının ucbatından. Amma şükür Allaha ki, biz onu, o söhbətləri aradan qaldırdıq. Hər kəs bir yana, Sənsə bir yana, hər kəs bir yana, sənsə bir yana, mənim həyatım Leyli, aleyli leyli leyli, saldın çöllərə leyli, sənsiz həyatım olar mənim nəfəsdə, aleyli leyli leyli, saldın çöllərə leyli, aleyli leyli leyli, saldın çöllərə leyli, aleyli leyli leyli, sənsiz həyatım olar mənim nəfəsdə, aleyli leyli leyli, saldın çöllərə leyli. bravo! Bir az yaşlılar bir müğənni mahnısını əzbər bilirsə, ən böyük uğur odur.
Bəli, mən çox sevinirəm. Burada mamaların da öpürəm. Allah saxlasın. Qızlar çox möhtəşəmsiz. Təşəkkür edirəm sənə. Gəldin. Təşəkkür edirəm. Hər şeydən biraz danışdıq. Narazı qalmadın. Yox, əsas odur ki, insan bəzən doğrudan da ürəyindəki olan sözləri dostuna danışmaq istəyir. Bu aralar o qədər sözlərim var idi ki, dostum olmadığına görə bölüşə bilmirdim. Çox sağ ol ki, bugün məni dinlədin. Özünüzə dəyər verin ki, ətrafdakılara da dəyərli olasınız. Öpürəm sizi. Hələlik. Sağ olun. Hər şeydən biraz danışacağıq. Hazırsan? Uzun zamandır sözün açığı gəzməmişəm. Bir dənə fikir işlətmisən ki, dəfələrlə intihara cəhd eləmişəm. Bezdiyim bir zamanlarda olur. Özüm xoşbəxt olmadım, ayrıldım. İndi hansı anda, hansı zamanda bax, ata axtarırsan? Yaxşı zamanlarımda atam axtarım. İstəyirəm o məni xoşbəxt görsün. Çox qınalıldım. Bütün trendlərdə birinci yerdədir istənilən mahnısı. Anava 270 minə ev, özvə isə 250 minə villa aldığın. Kimsə həyatında olan adam alıb. Özünüzə dəyər verin ki, ətrafdakılara da dəyərli olasınız. Hər vaxtınız xeyirli olsun dostlar. Bugündən etibarən Maqazin Plus'da hər şeydən biraz danışacağıq. Amma məşhurlarla bugünkü ilk qonağımız, məşhurumuz Nəfəsdir. Nəfəs xoş gəlmisən. Xoş gördük. Hər şeydən biraz danışacağıq. Hazırsan? Hazıram. Ən çox da burada insanlar içində olmaqdan çox həyəcanlıyam. Gəzmisən necə? Uzun zamandır sözün açığı gəzməmişəm, yox. Başlayaq. Gəzək. Müsahibələrin birində bir dənə fikir işlətmisən ki, dəfələrlə intihara cəhd eləmişəm. Əsasən bezdiyim bir zamanlarda olur. 15 yaşında evlənmisən, düzdürmü? Yaxşı, ayrıldın. O insan ayrılandan sonra sən məşhurlaşdın. Axtarırmı sən dəfələrlə? Barışmaq istəyib? Söhbət yoldaşından. uşaqların atasından gedir. Özüm xoşbəxt olmadım, ayrıldım. Amma uşaqlarıma onu çox görmərəm. Uşaqlıqdan hər bir qızın gəlinciyi olub. Amma maraqlıdır, səndə olmayıb. Beynimdə o qalıb deyə gəlinciyim var evdə. Ağ gəlinliyi var belə qızımın Bu yaşında. bu yaşında. Onu alıb evimin bir köşəsinə qoymuşam. Hər dəfə, hər zaman ona baxanda artıq uşaqlığımı da xatırlayıram. İndi hansı anda, hansı zamanda bax, ata axtarırsan? Hal-hazırda yaxşı zamanlarımda atam axtarıram. Çünki istəyirəm o məni xoşbəxt görsün. Oxuduğum mahnılara görə bəzən qınanıldın. Yəni reallıqdır. Bəzən yox, çox qınalıldım, amma səndir. Amma bütün trendlərdə birinci yerdədir istənilən mahnısı. Bir ayda bir dənə mahnı çıxartsa, bütün yerlərdə o mahnının səsi gəlir. Çox şükür. Bu reallığıdırmı həqiqətən? Anava 270 minə ev, özvə isə 250 minə villa aldığın. Yox, onun birini eləmişəm. Mətbuatda yazırlar ki, ay nə bilim kimsə hədiyyə eləyib, kimsə həyatında olan adam alıb, deyil elə. Xeyr. Dostluqda çoxmu yanılırsan? Dostluqda ay, musiqi apardı məni. Nəyə dua düşdün? Musiqi apardı məni. Nə gözəl səslənir. La 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 la. Bəh 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 bəh. Nəyə dua düşürdün? Sən yaman xatirələr apardı sən. Əslində həyat dolu musiqidir. Doğrudan da çox insana gözəl təsir eləyir. Məncə doğrudan getdi Qalsaq ağlayarsan. Gedək. Pünhanla nə baş verdi? Bərabər idiniz hər gün bir yerdə. Sosial şəbəkələrdə videolarınız var idi. Gəl birinci bu məsələdən başlayaq. Pünhan bəzən qəlb qırmağı çox gözəl bacarır. O da danışığının ucbatından. Amma şükür Allaha ki, biz o söhbətləri aradan qaldırdıq. Hər kəs bir yana, sənsə bir yana. Hər kəs bir yana, sənsə bir yana. Mənim həyatım Leyli, aleyli leyli leyli. Saldın çöllərə leyli. Sənsiz həyatım olar mənim nəfəsdə. Aleyli leyli leyli. Saldın çöllərə leyli. Aleyli leyli leyli. Saldın çöllərə leyli. Aleyli leyli leyli. Sənsiz həyatım olar mənim nəfəsdə. Aleyli leyli leyli. Saldın çöllərə leyli. Bravo! Bir az yaşlılar bir müğənni mahnısını əzbər bilirsə, ən böyük uğur odur.
Bəli, mən çox sevinirəm. Burada mamaların da öpürəm. Allah saxlasın. Qızlar çox möhtəşəmsiniz. Təşəkkür edirəm sənə. Gəldin. Təşəkkür edirəm. Hər şeydən biraz danışdıq. Narazı qalmadın. Yox, əsas odur ki, insan bəzən doğrudan da ürəyindəki olan sözləri dostuna danışmaq istəyir. Bu aralar o qədər sözlərim var idi ki, dostum olmadığına görə bölüşə bilmirdim. Çox sağ ol ki, bugün məni dinlədin. Özünüzə dəyər verin ki, ətrafdakılara da dəyərli olasınız. Öpürəm sizi. Hələlik. Sağ olun.